İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Rəhbərlər Şurasının qəbul elədiyi qətnaməni pisləyib və bunu ABŞ və 3 Avropa ölkəsinin siyasi motivli addımı adlandırıb. Bu barədə İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı birgə bəyanatında qeyd edilib. Bildirilib ki, bu addım siyasi motivlərə əsaslanır, texniki və hüquqi əsası yoxdur. İran İslam Respublikası həmişə öz öhdəliklərinə sadiq qalıb və indiyənə qədər agentliyin heç bir hesabatında İranın nüvə materiallarında və fəaliyyətlərində uyğunsuzluq və ya yayınma hallarına toxunulmayıb deyə məlumatda qeyd olunub. Bildirilib ki, İranın AEBA-nın siyasi qətnaməsinə cavab verməkdən başqa çarəsi yoxdur. Bəyanatda əlavə olunub ki, İran Ford obyektindəki köhnə sentrifuqaların qabaqcıl IR-6 maşınları ilə dəyişdirilməsini əmr eləyib. Atom Enerjisi Təşkilatının rəhbəri təhlükəsiz zonada yeni zənginləşdirmə qurğusunun yaradılması və Fordo zənginləşdirmə sahəsindəki birinci nəsil sentrifuqaların qabaqcıl IR-6 maşınları ilə əvəz edilməsi barədə əmrlər verib, əlavə tədbirlər nəzərdə tutulur və tezliklə elan ediləcək deyə məlumatda qeyd olunub.